Salam aleykum. Ramazanın 13-cü günündəyik. Həyatımızda bəzən elə anlar olur ki, sanki bütün qapılar üzümüzə bağlanır. Çıxış yolu tapmırıq. Bax, həmin anlarda bizi ayaqda tutan, ümidimizi yeniləyən tək bir şey var. Dua. Dua sadəcə istəmək deyil, dua acizliyini etiraf edib sonsuz qüdrət sahibinə sığınmaqdır. Bugün duanın həyatımızı necə dəyişdirə biləcəyindən danışacağıq. Günün ayəsi. Mən sizə yaxınam. Ayə. Bəndələrim məni səndən soruşduqda, mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Bəqərə surəsi 186. Açıqlama. Bu ayənin yerləşdiyi yer çox maraqlıdır. O, tam oruç haqqındakı ayələrin ortasında gəlir. Allah bizə mesaj verir ki, oruç tutan bəndənin duası mənim qatımda çox dəyərlidir. Diqqət edin, Allah mən onlara uzağam demir, mən onlara yaxınam deyir. Arada heç bir vasitəçi yoxdur. Sən pıçıldasan da, ürəyindən keçirsən də o səni eşidir. İftar vaxtı açılan o əllər heç vaxt boş qayıtmır. Günün hədisi. İbadətin özəyi. Hədis. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Dua ibadətin iliyidir, özəyidir. Tirmizi. Açıqlama. Necə ki insan sümüyü ilik olmadan yaşaya bilməz, dua olmayan bir ibadət də ruhsuz olar. Namazın özü duadır. Orucun hər anı bir hal duasıdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə öyrədir ki, ən xırda ehtiyacımızdan tutmuş, ən böyük çətinliyimizə qədər hər şeyi Allahdan istəyək. Çünki istəmək, sən varsan və sən hər şeyə qadirsən deməkdir. Bu, imanın ən yüksək zirvəsidir. Günün duası. Hər şeyi istəyən qəlb. Gəlin bu mübarək gündə Rəbbimizə belə yalvaraq. Allahım, sən duaları eşidən və qəbul edənsən. Bizim dualarımızı qəbul eylə. Qəlbimizdəki sıxıntıları aradan qaldır. Bizə dünyada da, axirətdə də gözəlliklər nəsib et. Səndən hidayət, təqva və iffət istəyirik. Bizə xeyirli qapılar aç və bizi səndən başqasına möhtac eyləmə. Amin. Əziz izləyicilər, sizin həyatınızda duanın gücü ilə reallaşan, imkansız dediyiniz hansısa hadisə olubmu? Əgər özəl deyilsə, şərhlərdə paylaşın ki, digər qardaş bacılarımıza da ümid olsun. Unutmayın, Allahın xəzinəsi sonsuzdur. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Sabah 14-cü gündə gözəl əxlaq mövzusunda görüşənədək. Allaha əmanət olun.